Yani işimizi görək. Nə müdürü? Nə müdürü? 4 dənə müdür dəyişdi. Yani 4'ünü de sevmek mümkün değil. Mümkün değil de yani. Sen birini seversen, ikisini seversen, üçüncüyü çatdıra bilmezsən. Biraz elə bir şey hissedirdim ki orada. Yani biraz yaxşı çıxmırdı artıq. Değerli dostlar, yoldaşlar, bilsiz necədir? Çalışın, bu sevgi, məhəbbətdən uzaq olun. Yani müdür sizin əriniz deyil, yoldaşınız deyil, dostunuz deyil. İşdən sonraki toplantılar yoxdur. Ha, o çox yəni, vacib məsələ. İşçi qrupu arasında nə bilim əlavə vaxt keçirmək yoxdur. Məsələn, şeydir, müdürlə və yaxud da ki, kollektivlə hardasa deyib gülmək deyə bir şey yoxdur. Holdinglərdən danışaq. Holdinglərin tərcümündə vahşi yanı bilirsiniz nədir? O Gestapo deyilik biz ona. Bəli. Mən heç vaxt yadımdan çıxmaz. Bir müəssisələrin birinə işə düzəlmişəm. İçəri girirəm, holdingdə hamı soyuqqanlı belə, bir-birinə belə sabahın xeyir, oturduq işləyək. Baxdım, mən də belə bir agentlikdən gəlmişdim. Və ay yoldaşlar, siz niyə belə mehribansılığınız yoxdur? Depresiya düşdüm. Daha konkret, yəni depresiyadaydım ki, ay Allah, bunlar nə danışırlar? Heç kəs bir salam yox, yoldaşlıq yox, bir kompüterin yarısına yaxınlaşaq, biraz söhbət edək, yox. Konkret Gestapo. Sigaret tənəffüsünə çıxmışdıq. Mən deyəcəyim, sən burada nə axtarmağa gəlmişsən? Dost, qız, yəni burada hamı maaşını alır, işini görür. Biz siz nətərdir? Çoxsu müdürü psixoloq kimi görürlər. Səhər tezdən gəldi, sən bacararsan sözü ilə davay, səndən yaxşısı yoxdur. Hamıdan çox səni sevirəm. Bax, nə gözəl iş görmüsən. Qardaşım, mən başa salmamışam. Pul yoxdur. Pul yoxdur. Bu ay işte 6 ay sonra baxarıq. Hələm onu da versələr böyük şeydir. Mənim işim nədir? Mən icraçıyam. Səhər 9-dan, deyəlim ki, 6-ya qədər mənim iş saatımdır. Mən bunun üçün çalışıram. Çalışdığım üçün əmək haqqı alıram. Və bu mənim üçün kifayətdir. Marketoloqdan danışmıram, insan resurslarından danışmıram, maliyyədən və s. Biz dizaynerlərdən danışırıq. Burada dizaynerlər başa düşməlidir ki, sənin müdürün sənin işindir. Sən nə qədər gözəl iş çıxarsan ortalığa, bu sənin portfolyondur. Sən gözəl iş çıxardacaqsan deyən ortaya sənə sağ ol deyən olmayacaq. Yox, deməli də deyirlər. Gestapo rejimində bir yerdəydim. Yəni, bu studiyaya yaxındır. Adını deməyim. Yerin. Mən orada 2 ay dözə bildim. Yəni, belə deyim, belə bir otaq, nə şey var, işıq girir otağa, nə hava girir, hər yer, pəncərələr, zadlar. Məndəki şeydir, adı nədir? Ofisi şüşələrdən bölüb. Mən də düp belə şüşə mənim arxama düşür. Gəlib keçən görür də, yəni. Dizayn edən yaralı yeri. Yəni, kompüter görsənməz. Adamda bir tik yaranır da, mənə baxır ki. Yoxsa otağa girən hamısı ən birinci gözü ki, görüm, büyük müdür kimi sevəcək. Yəni, kimə bir alqış deyəcək və yaxud da əlini çiyinə qoyacaq. Sevən müdürdə ki... Tanıdır mı ya, sən nə istəyirsən bunlardan? Şeydir, nə yalan deyim, təriflənərsən, təriflənmək istəyini başa düşərəm. Amma bir yerdə də, yəni, hər an girib otağa, sən yaxşı dizaynersən deyib də bir tərifləmək düzgün bir şey deyil. Yəni, heç etik bir şey deyil. O dizaynerlərin o qorxu var, qorxudur. Bilmirəm nəyin qorxusudur, iş itirmək qorxusudur mu? Bəlkə də ondan irəli gəlir, bəlkə də onların zəifliyindən irəli gəlir. Artıq bəzi nüanslar var. Bəziləri özlərini, belə deyim, göstərə bilmədiyini düşünürlər özləri üçün. Amma bəziləri də var ki, həqiqətən də normal işləri var onların arasından. Qəşəng, gözəl işləri var, düşünülmüş işləri var. Baxırsan ki, mən doğrudan da heyran oluram, baxıram ki, doğrudan gözəl işi var. Bu insan artıq sübut eləyib özünü. Amma yox, sübut eləyib, prosto müdür sevdasından qaçanmır. Hə, müdür sevdasından amma ayrıla bilmir. Yəni, müdür məni tərifləməlidir. Yəni, nə yalan deyim, mənə girib biri, müdür olmasın, başqa biri olsun. Oturub işlədiyim yerdə kimsə girib, sən yaxşı dizaynersən desə, deyəcəm ki, yer gedişindən məşğul. Mən deyir, yaxşı iş gördüm. Məni tərifləmədi. Deyirəm, tamam, sən pis iş görməliydin bəyəm. Sən yaxşı iş görmək üçün zaten o əmək haqqını maaş alırsan. Sən yaxşı iş görmək üçün zaten o şirkətdə çalışırsan. Sənin yerində yüzlərlə insan var, bəlkə də orada oturmaq istəyən. Saatları bitib, demişik ki, gəl, axşam gedə bir piv içək və yaxud da bir çay yerinə gedək, və yaxud da bir restorana gedək, və yaxud da bir rayona gedək. Olub, getmişik, məsələn, 6 bazar bir rayona çıxmışıq kollektivlə.
istənilən şəkildə, yəni bütün o pərdə yığışdırılıb ortadan, rahat şəkildə yeməyi, içməyi, oynamaq, şənləmək, hamısı öz yerində. Bomba kimi əvəz edilməyən dizayner yoxdur. Bu öz yerindir. Amma sən müdirlə özünü tanıtdırmam. Sənin müdirin 3 aydan sonra vəzifəsini dəyişsə və yaxud da işdən azad edilsə və yaxud da nə bilim bir hadisədə bir istənilən bir şey baş buna versə. yaranmısan, yəni yeni gələnə də yaranmağa çalışacaqsan. Onda sən növbəti müdirsən, çalışacaqsan. Yəni sən onda bir sənət əsəri yaratmaq istəmirsən, bir sənət görmək istəmirsən, yəni. Sən öz işini görmək istəmirsən, deməli, sən ancaq işin müdirə yaranmaq olur. Ən qlobal mövzu bilirsən nədir? Motivasiya. Motivasiya. Müdir ələm yola getməkdir. Yaxşı, yola vermək olur müzakirəni. Motivasiya. Burnout olmuşam zat. Yəni qurban olum, həftədə 3 dəfə burnout olmasam elə bil ki, nəsə düzgün işləmir. O motivasiya var, hər üçün başqa bir şey deyil. Yəni bunu bir ümumiləşdirirlər. O motivasiyanı artırmaq üçün filan şey eləmək lazımdır, peşman şey eləmək lazımdır. Yəni o deyil də qardaş, yəni belə bir şey deyim. Keçən dəfə sənlə görüşəndən sonra bayağı bir ağır bir iş günlərinə girdim. Yanında deyirdin. Şeydik, çəkilişdəyəm, gecə saat 3-dür, yəni mən hələ çəkilişdəyəm də, yəni oturmuşam, yəni direct eləyirəm ki, hə bu belə deyansın, bu belə deyansın. Gecə saat 3-dür, yəni. Uca motivasiyam həmin günün səhərsi uca düşməyə başladı. Yəni mən motivasiyanı nədən aldım? Yəni şeydir. Bir dənə sözdən. Oturmuşam balkonda siqaret çəkirəm. Yəni fikirli. Nə fikirli? Çəkməyən. Siqnal verin orada. Şeydir, fikirli oturmuşam. Birdən belə yoldaşım gəldi dedi ki, yenə nə fikirləşirsən? Ki sözümdə bilmirəm. Dedi ki, onsa hər şey düzələcəkdi, onsa hər şey indiyə qədər necə düzəltmisən, indidən sonra da elə olacaq. Ondan sonra mənə bir dənə elə bil ki, içərdən motivasiya gəldi. Və mən 3 saatda bir iş görməliydim. İnan ki 15 dəqiqə qurtardı o iş. Olur. Elə də olur. Yəni 2 söz, 2 cümlə, yəni motivasiyanı gətirir. Səndə o sözdür. Bax, fərqli yanaşacaq. Burada mübahisə edəcəm sənə. Mənim motivasiyam, qardaşım, puldur. O heç. O öz yerində. Ya burada bax, bilsə nədir? 300 manatlıq maaş yerləridir. 500 manatlıq maaş yerləridir. Yoldaşlar, siz yəni burada gəlib deyirsiniz müdir sevdası, müdir eşqibazlığını, bunları bitirin. Normal yüksək maaş yerlərə qalsın. Və o 300 manat, 500 manatla inanın mənə siz heç motivasiya haqqında kitab almağa pulunuz satmayacaq. Mümkün deyil yəni. Yəni motivasiya haqqında kitab ala bilmirsən sən bu maaşla. Budur sənin motivasiyanda. 300-dən 500 arasını götürək də. 300-500 manat maaş təklif edirsən. Deyirsən ki, saat 10-dan 6-ya burada olsun. Ən yaxşı halda 3D qrafik dizayn eləsin, motion eləsin, nə bilim 3D-dən başa çıxsın. Axşam dönərxanada işləsin. Yəni yerləri silsin, qabları yusun, neynəsin eləsin. Bu adamdan yəni 300-dən 500 arasında sən nə gözləyirsən? Necə bir kreativlik gözləyirsən? Ehtiyacımız var. Vallahi ehtiyacımız var. Yəni 600 manata da ehtiyac olur. İnsan da işləmək istəyir, çalışır. Amma vaxt onlar başa düşməlidir ki, o 600 manat var ha. Get. Demirəm getmə. Get, nəysə öyrən. Sən dünən deyələm ki, hər hansı bir akademiyanı bitirmisən, dizayn akademiyalarından birini. Sənə ehtiyac var buna. 3 ay, 5 ay başını qat, nəysə öyrən, portfolyonu işlə, ən azından Behance səhifəsini işlə. Nəsə, tut da taparlar da bunu istəyirəm. Onu qoymurlar. Motivasiyam yoxdur. Qardaşım 300 manat maaşla sən nə motivasiya istəyirsən? Yəni müdirinin motivasiyası yoxdur sənin. O müəssisələrə demək lazımdır ki, qardaş, sənin büdcən böyük deyil. Yəni sənin nə gərəkdir ki, sən daimi bir işçi axtarırsan. Bu freelancer yoxdur. İndi deyirsən ki, daimi olaraq mənə cavab verən səhər saatlarında, iş çərçivəsində mənə cavab verən biri olsun, remotorlarla işlə. Yəni sən daimi bir orada saxlayacaq o adam. Bax, freelance bazarı, belə deyim də, şirkətlər hazırdırmı səncə ona? Mən bilirəm əslində cavabı. Prosta mən istəyirəm sən öz fikrini də deyəsən. Bir çox şirkət, Azərbaycandakı bir çox şirkət hələ ki hazır deyil. Hazır deyil. Freelance sözünü bilmirlər nə oldu. Bir çox şirkət hazır deyil. Adam 50 manata freelance loqo sifariş edib, bilin ikincində qalmama çıxdı. Bilmədim yəni hara baxım. Deyim ki, sənin bəzi holdinglər, yəni bir şirkət yox da bir neçə şirkətdən ibarətlər, onlar hazırdılar.
Tamam. Çünki var. arxada bir büdcələri var, arxada işləyən bir sistem var və onlar o işi görə bilirlər. Yəni o dizaynerə belə şey eləmək lazımdır. Necə deyim? Nəzarət eləyən bir insan lazımdır ona. Yəni onu bacarırlar, o nəzarəti bacarırlar. Amma o bir çox şirkət onu bacarmır.